Salam əziz tamaşaçılar, Xalq Qəzeti TV efirdədir. Bugünkü müsahibim iyunun 10-dan 12-sinə kimi Bakıda keçirilən 2-ci Türk Ticarət Sərgisinin iştirakçılarından biri, Alsancaq qrupun təmsilçisi Səbinə Şehridir. Səbinə xanım, Azərbaycana, vətənə, bizim redaksiyamıza xoş gəlmişsiniz. Çox sağ olun Kəmalə xanım, çox sağ olun. Həm dəvətiniz üçün çox sağ olun. Həm də çox sağ olun ki, diqqətinizi ayırıb mənimlə maraqlanmışsınız. Bizi dəvət eləmişsiniz. Bunun üçün çox minnətdaram sizə. Səbinə xanım, mən sərgidə olduğum günlərdə, xüsusilə sərginin açılış günündə Alsancaq qrupun da çox fəal iştirakını gördüm. Doğrudan da sərgidə sizin gətirdiyiniz xüsusi ləvazimatlar, ümumiyyətlə Alsancaq qrupun istehsal etdiyi əşyalar, onlar hamısı göz oxşuyurdu. Və xüsusilə siz Alsancaq qrupun fəaliyyəti ilə bağlı, onun əlaqələri, xüsusilə əlaqədə olduğu şirkətlərlə bağlı çalışırdınız ki, oradakı insanları, müsafirləri məlumatlandırasınız. Artıq sərgi başa çatdı və Alsancaq qrupun rəhbəri kimi siz o sərgidə nə öyrəndiniz, nə qazandınız? Ümumiyyətlə, bu sərgi Alsancaq qrup üçün necə keçdi? Sərgidə mən birinci dəfədə iştirak edirəm. Öz ölkəmdə olduğu üçün daha çox bir ayrı həyəcan var. Və Türkiyədən Ankara şəhərində mərkəzimiz olan bir Alsancaq qrup şirkətini təmsil edirəm, onun adına buradayam. Və həm şirkəti təmsil etdiyim üçün qürurluyam, həm bunu ölkəmdə iştirak etdiyim üçün qürurluyam. Biz şirkətimizin 3 firmanın birləşimidir. Alsancaq qrup başlığı altında 3 firmamız var və özü-özündə ayrı-ayrı işlərimiz var, böyük projelərimiz var. Həm ölkə içində, həm ölkə xaricində çox böyük projelərə imza atmış bir firmadır. Tamamlanan işlərimiz var, devam edən işlərimiz var. Və böyük firmalar var, adlarını çəkməyim, burada kataloqda vardır. Buyurun, çəkin adlarını. Botaş kimi firmalarla işlədik, Perenco var, Transatlantik var, Vikinglər var, Tamamlı Kolinin inşaatla var, Borusan var, NATO otanla. Yəni, böyük firmalar var, burada çoxunun adını çəkmədim. Tamamlanan işlərimiz var və hələ də devam edən işlərimiz var. Elçiliklərin işləri var, elçiliklərin qorumaları olsun. Bakı, Tiflis, Boru, Ceyhan xətti illərcə Alsancaq qrupun koruması altındaydı. İndi hələ də böyük firmalarla hələ də işlərimiz devam edir. Azərbaycanda ilk dəfə sərgiyə qatıldıq, firma olaraq da ilk dəfə gəldik. Doğrusu, bəklənmədiyim, yəni gözləmədiyim çox gözəl təəssüratlarla qayıdıram. Çünki bu qədər firmamızın ürünlərinə, məhsullarına bu qədər diqqət yetirdikləri üçün mən çox sevinirəm, çox şanslıyam, çox mutluyam ki, bu qədər diqqət çəkdilər. Və ikinci dəfə artıq gəldiyimdə nəyə diqqət edəcəyimi çox yaxşı öyrəndim. Və çox sevindirici haldır ki, sərginin başlanğıcından, yəni 3 günlük bu sərgi müddətində ilk gündən son günə qədər aralıqsız hər kəsin diqqətində olmuş, hər kəsin diqqət mərkəzində idi, hamı maraqlanırdı, hər şeylə ayrı-ayrı maraqlanırlardı. Yəni, artıq digər firmaların qısqandığını düşünürdüm. Çünki heç sərgim boş qalmadı, heç standım boş qalmadı mənim. Hətta inanırsınız, su içməyə belə vaxtım olmadı. Sürəkli biriləri gəlirdi, bir şeylər soruşurdular, öyrənmək istəyirdilər, bizimlə işləmək istəyənlər vardı, bizi dəvət edənlər vardı. Azərbaycanda şöbə açmamızı istəyənlər çox oldu və həm mühəndisliyimiz, biz çünki ASDTC mühəndislik, Alsancaq qrup, Alsancaq savunmamız, Alsancaq qrup güvənlik və koruma şirkətimiz var. Bu şirkətlərimizdən ayrı-ayrı maraqlandılar. Yəni, hər sektordan deyək, maraqlanan qonaqlar vardı, xaricilər vardı, Avropadan gələnlər vardı, Kıbrısdan, Kiprdən gələnlər vardı, Çindən, Çin devlətlərindən Çin firmaları çox diqqət elədi. Özbəkistan özəlliklə maşınla daxil olmuşlar. Onlar öz fabrikalarında istifadə eləmək üçün bizim güc qaynaqlarımızdan maraqlandılar.
çox xoş təəssüratla qayıdıram. Yəni çox sevindirici haldır. Siz Çox Alsancaq- yorucuydu, amma çox sevindirici idi. Çox mutluyum mən. Alsancaq qrupun artıq yeni əlaqələrinin qurulmasına həm də kömək etmisiniz. Bəli, Alsancaq qrup adına gəldim. Çox belə ürəklə təmsil elədim. Yəni çox mutluyum. Yəni Alsancağı təmsil etdiyim üçün də çox mutluyum. Və böyle bir rəğbət gördüyü üçün də daha çox mutluyum. Yəni bekləmədiyimin üstündə bir ilgi ilə qarşılaşdım yəni. Yəqin ki, bu sərginin böyük əhəmiyyəti olacaq. Bəli. Sizin şirkətiniz üçün. Bəli, çünki Azərbaycanda çalışmaq istəyən, Azərbaycandan xaricdə, Orta Asiyada bizimlə çalışmaq istəyən, bizimlə əlaqə saxlamaq istəyən firmalar oldu. Bunlar da bizim Azərbaycanda artıq bir şirkətimizin bir şöbə olaraq gəlməsi məncə artıq düşünməmiz lazımdır. Bu qədər əgər ilgi varsa, nədən olmasın yəni? Siz həm də maliyyəçisiniz. Maliyyəçiyəm. Deməli, maliyyə işləri ilə məşğulsuz Alsancaq qrupunda. Finans işlərinə də baxıram. Bax, indi vətəndəsiz. İstərdim sizin təəssüratınızı bilim. Təəssüratınız necədir? Belə bir sərginin Azərbaycanda keçirilməsini necə qarşıladınız? Azərbaycanda olması çox vətən olduğu üçün, yəni mən 25 ildən çoxdur Türkiyədə yaşayıram. Azərbaycanda olduğu üçün daha həvəslə gəldim. Yəni sərgiyə iştirak eləyin deyəndə heç qarşı çıxmadım, çünki öz vətənim olduğu üçün çox həvəsli idim. Bilmirdim necə olacaq. Doğrusu necə eləyəcəm, heç bir fikrim yox idi. Yəni mən şirkətin, Alsancaq Qrup şirkətinin müdürüyüm. Amma mühəndislərimizin maraqlandığı mövzularla burada inanın ki, təmsil edərkən daha çox şeylər öyrəndik. Və Azərbaycanın nəyə ehtiyac olduğunu, nəyə maraq göstərəcəyini təxmin elədiyim kimi oldu. Çünki mən bura mühəndis firması olaraq daha çox iştirak eləməmin səbəbi o idi. Ancaq baxdım ki, Qarabağ savaşından yeni çıxmış bir ölkə üçün sanki güvənlik daha çox diqqət çəkdi. Yəni cavanların, tələbələrin, şirkətlərin, hətta daha yaşı müəyyən bir səviyyəyə gəlmiş insanların belə daha çox bizim Alsancaq Güvənlik və Qoruma şirkəti ilə daha çox maraqlandılar. Və mən çox mutlu oldum. Ona görə də necə deyirlər, çox həyəcanlı və çox sevindirici haldır. Özümü çox xoşbəxt hiss eləyirəm ki, bunu Azərbaycanda keçirdilər. Bəlkə Azərbaycanda olmasa bu qədər yaxşı başara bilməzdim bəlkə də, amma Azərbaycanda olduğu üçün biraz onun verdiyi cəsarət vardı. Həm öz vətənin, həm insanları tanımaq. Biraz da bu insanları tanımağım bəlkə də mənə cəsarət verdi. Daha çox tanıtım, daha çox əlaqələr qura bildim. Çünki bəzən dildə problem ola bilər, amma mən həm rusca, həm Azərbaycanca, həm türkcə, hər ölkədən olduğu üçün ingiliscə bunları firmamızı yaxşı tanıta bildiyimi düşünürəm. Çünki bəzi ölkələrdən gələn xaricilər vardı ki, onlar artıq yan standlar deyək, sizin dedi firma nə iş görür, nəyə görə sizin standın qabağı bu qədər doludur, inanın ki, deyir, bir boş yaxalaya bilmədik ki, sizə yaxınlaşıb soruşaq ki, siz neyinirsiniz ki, hamı sizin standın qabağındadır. Çünki sərgi bitdi. Sərgi bitdikdən sonra artıq kapanış elədilər, bir tort kəsildi, pasta kəsildi kapanış üçün. Mən hələ də suallara cavab verirdim. Hələ də mənə maraqlanırlar. Sizin firmanın mənə hədiyyə bu tanıtım şeylərini verin. Mən sizin firmanı, bütün orada çalışanlar, güvənlikdə çalışanlar, gönüllü çalışanlar vardı, tələbələr var idi, çalışmaq istəyənlər vardı. Hər kəs gəlib bizim şirkətin tanıtım rozetlərini taxırdılar. Artıq oradakı şirkət gəlib dedi ki, bunların hamısı sizin personeldir, sizinlə çalışırlar. Nəyə görə
bütün çalışanların hamısında sizin rozetleriniz var dedi. Dedim sevdikleri içindi dedim. Yani çünkü hamısı gelirdi. Olar mən sizin bununla maraqlı olar sizin yanınızda durum. Şəkil çəkdirmək istəyənlər vardı. Mən olsam da olmasam da gəlib standın qabağında bol-bol şəkil çəkdirdilər, resim çəkdirdilər. Yəni bu qədər diqqət çəkdiyi üçün çox xoşuma gəldi. Yəni daha doğrusu çox sevindim yəni. Səbinə xanım, sizin şirkətə təmsil etdiyiniz Alsancaq qrupuna uğurlar arzulayıram və arzu edirəm növbəti illərdə Türk ticarət sərgisini digər türk dilli dövlətlərdə təmsil edəsiniz. Çünki bu Türk Dövlətləri Birliyinin bir sərgisidir, ticarət sərgisidir və burada başlıca məqsəd Türk dövlətlərinin birliyidir. Onların birlik halda uğurlara imza atmasıdır. Və doğrudan da Türkiyə Respublikasının da çox məşhur şirkətləri var ki, onlar bu sərgilə yüksək səviyyədə təşkil olundu və onlardan biri də sizin təmsil etdiyiniz Alsancaq qrupu oldu. Sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən minnətdarlığımı bildirirəm. Sağ olun. Əziz tamaşaçılar, bugünkü görüşümüz başa çatdı. Müsahibim ikinci Türk Ticarət Sərgisinin iştirakçısı, Alsancaq qrupun təmsilçisi Səbinə Şehri idi. Sağ olun, sağlıqla qalın. Sağ olun.